söhbətdən xəbərim var. Portbakı ərazisində yeni metro stansiyası inşa ediləcək. Bu xəbər sizə nəsə deyir? Demir ki, Əliyevlər dövlət resurslarından öz məqsədləri üçün istifadə eləyir. Demir ki, üstəlik bunu birinci dəfə də eləmir. Demirsə, mən bir-bir sadalayacağam. Sən isə videonu bəyən. Bugün Bakı metropoliteni açıqlama yayıb ki, metronun Xətai stansiyasının yaxınlığında yaşıl xəttə əlavə keçid imkanı yaradacaq yeni metro stansiyası tikəcək. Və o stansiya Portbakı ərazisində olacaq. Portbakı kimindir? Paşa Holdinqin. Paşa Holdinq kimindir? Əliyevlərin. Portbakı ərazisində başqa nə var? Sersent Mall. İlham Əliyevlə Mehriban Əliyevanın açılışını etdiyi ticarət mərkəzi. Sersent Mall kimindir? Paşa Malls qrupu. O kimindir? Bayaq dedim axı. Bakıda yenidən tramvay xətləri də fəaliyyətə başlayacaq. Mehritabad və Sibriz ərazilərində inşa ediləcək tramvay xətləri. Sibriz kimindir? Emin Ağalarov. Emin Ağalarov kimdir? İlham Əliyevin keçmiş kürəkəni. Bu nədir ki? İlham Əliyev keçmiş kürəkəni üçün Sibrizə dövlət büdcəsi hesabına 4 milyon 700 min manata yol çəkdirmişdi. Bəs heç keçmiş demirəm, indiki qaynatan sənin üçün axırıncı dəfə nə edib? Şərhdə yaz. Belə videolarımızın çox olmağı üçün isə kanala abunə olmağı və videonu bəyənməyi unutma.